Xalq arasında skleroz kimi tanınan, əsl adı ateroskleroz olan arterial damarların xəstəlikləri bu gün dünyada 100 il bundan qabaq olduğu kimi çox aktualdır və əsas ölümün səbəblərindən biridir. Ona görə də arterial damarların bütün insanlarda bu ciddi problemə gətirib çıxa biləcəyini nəzərə alaraq bunlara diqqət yetirmək və onların erkən diaqnostikasına nail olmaq lazımdır. Nə olur burada? Arterial damarın içərisindəki intima qatında patoloji proses gedir, get-gedə onun keçiciliyi pozulur və başlayır orada qalınlaşma yaranmağa, özü ölür, intima qatı, digər qatlarda da ciddi problemlər yaranır və son nəticədə ayaqda demək çox ciddi işemik dəyişikliklər, yəni qan təchizatının pozulması nəticəsində ciddi dəyişikliklər yaranmış olur. Belə olan halda xəstələrin bəzən ayaqların taleyi çox böyük sual altında olur. Ona görə də ateroskleroz olan hər bir xəstə ildə azı bir dəfə damar cərrahına müraciət etməlidir və onun müayinələrindən keçib müasir təbabətin imkanları daxilində bu ciddi bəladan özlərini qorumalıdır. Ayaqlarınızın sağlamlığına diqqət verməyinizi sizdən təvəqqə edirik. Təşəkkür edirəm.